Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Biz bugün Yunus'la bərabər 4-cü sinif Azərbaycan dili testindən sifət mövzusunun testlərinə baxacağıq. Buyur Yunus, birinci tapşırıq oxu. Sifətlərin yazılışından yol verilən səhvləri düzəldib yazın. Hı -hı. Burada birincidə yazılıb, o bütün həyəti tərtəmiz süpürdü. Hı Burada -hı. səhv oldu ki, burada səhv oldu ki, tərtəmiz birləşik yazılmalıdır. Ay sağ ol. Və tərtəmiz hansı dərəcədədir Yunus? Çoxaltma. Bəli, tərtəmiz çoxaltma dərəcəsindədir və bitişik yazılmalıdır. İkinci. Kamal hər səhər kəmşirin çay içirdi. Hı -hı. Burada səhv oldu ki, kəmşirin birlikdə yazılmalıdır. Doğrudur. Kəmşirim bitişik yazılmalıdır. Sonra Ee, növbəti. O tədbirdə düm ağ kostyum geyinmişdi. Hı -hı. Kəmşirin hansı dərəcədəydi Yunus? Kəmşirin adi. Adi. Azaltma. Yox, azaltma. Aha. İndi burada dümağ ayrı yazılıb. Səncə düz yazılıb? Xeyr. Necə yazılmalıydı dümağ? Şik. Birləşmə. Bəli. Özü dümağ hansı dərəcədədir dedik? Cümə e, Çoxaltmada. azaltma. Digərini oxuyaq. Dodaqları susuzluqdan qupquru qurumuşdu. Hı -hı. Səhvimiz hansıdır burada? Qupquru ayrı yazılır. Bəli, ayrı yazılıb. Biz onu necə yazmalıyıq? Birləşik. Bəli. Özdə hansı dərəcədədir qupquru sifətin? Çox. Aysa. Çoxaltma. Sonra. Divarı açıq yaşıl rəngə boyadıq. Hı -hı. Bu da açıq yaşıl birləşik yazılmalıdır. Birləşik deyəndəki defislə yazılmalıdır. Yəni açıqla yaşlının arasında defis işarəsi qoyulur. Amma qoymayıblar. Açıq, yaşıl. Yaşıl. Açıq yaşıl özdə hansı dərəcədə olmalıydı? E, Yəni çox, azalt. bəli, azaltmadır. Çox da şey deyil yəni. Çoxaltma deyil yəni. Azaldırsan, açıq yaşıl deyirsən. Sonra Bu yediyim ən dadlı yemək idi. hı -hı. Burada hansıdır bizdə Və sifət? bəli, Sifətimiz hansıdır burada? ən dadlı. Ay sağ ol. Ən dadlını səhv yazıblar. Arasında defis qoyublar. Amma biz normalda ən dadlını necə yazmalıyıq? Demişdik ki, ayrı yazılır. Əndir, lap da, çoxdur, daha ədadları ilə yazılan sözdür. Yəni sadəcə ən dadlı ayrı yazılır. Bu hansı dərəcədə olacaq? Çoxaltma. Bəli. Gəldi çalışma 2-yə. Buyur. Cümlələrdəki sifətlərin altından xətt çəkin və hansı dərəcədə olduğunu yazın. Hı -hı. Birincini oxuyum. Bu gün çox maraqlı hekayə oxudum. Bəli. Burada sifətimiz hansı dağılı Yunus? Çox. Bəli. Çox nə? Maraqlıdır. Düzdürmü? Bəli. Çox maraqlı bu bizim sifətimiz idi. Altından xəttini çəkdik. İndi biz onun hansı dərəcədə olduğunu qeyd etməliyik. Çox maraqlı hansı dərəcədədir? Art. Yəni daha da çoxaltma, düzdürmü? Bəli. Çoxaltma. Yazdıq. Çoxaltma dərəcəsi. Sonra növbəti. Sən yazım. Hə, o bütün işlərini ala yarımçıq görürdü. Hı -hı. Burada bizim nəyimiz ala yarımçıqdır. Bəli, sifətimiz ala yarımçıqdır. Və ala yarımçıq hansı dərəcədədir onu qeyd etməliyik. Düzgün də yazılıbdır. Defislə yazılır. Azaltma dərəcəsidir. Bəli, ala yarımçıq. Yəni çoxaltmır, sadəcə azaltmır. Sonra Göyün üzü bozumtul buludlarla örtülmüşdür. hı -hı. Burada sifətimiz bozumtul buludlar. Bozumtuldur. Bozumtul hansı dərəcədədir onu da yazmalıyıq. Burada hətta Çoxaltma. şəkilçi də var bozumtulda. Umtul, imtul, umtul şəkilçisi var. Bu bizdə Onda o azaltma dərəcəsidir.
Sonra bahar gələndə təbiət yaşıl dona bürünür. Aha. Burada sifətimiz yaşıl don. Yaşıl. Yəni Hə, donun yaşıl. rəngini göstərir, yaşıl rəng. Amma hansı dərəcədədir? Adi. Adidə. Ay sağ ol. Sonra. Sonra yediyi meyvənin şirin təhər dadı var idi. Bəli. Burada Burada sifətimiz, şirin təhər ay sağ ol. Sifətimiz şirin təhərdir və hansı dərəcədədir? azaltma. Doğrudur. Yəni biz onu azaldırıq. Gəldik səhifə digərinə. Yəni səhifə Benim bu neçədir? 35. Düzdürmü yoxsa? Bəli, bəli 35-ə olsun. gəldi. Buyur. Verilmiş sifətləri çoxaltma dərəcəsində yazın. Aha. Ağ bilirik ki, adi dərəcədədir. Biz bunu daha da çoxaltmalıyıq. Məsələn, ağappaq yaza bilərik. Çoxaldırıq. Ağappaq. Çoxaltdıq. Bəs düzü necə çoxalda bilərik? Düz. Olar, dümdüz yazaq. Düppələmdüz fərqi yoxdur. Dümdüz. Sonra Sonra sarı, tam sarı. olar, sapsarı yaza bilərik. Sapsarı. Yəni getdikcə çoxaldırıq rəngləri. Sapsarı. Qıpqırmızı. Ay sağ ol. Qıpqırmızı. Sonra tərtəmiz. Doğrudur. Tərtəmiz. Özə bitişik yazılır. Hamısı. Sonra Bacarıq. bacarıqlı. Bunun qarşısına yalnız şəkilçi əlavə edə bilərik. Məsələn, ən Ee, bacarıqlı. Bacarıqlı. Bu. Yəni yaza bilərəm, çox bacarıqlı. Bəli. bəli, çox bacarıqlı da ola bilər. Doğrudur. Ən bacarıqlı, çox bacarıqlı, lap bacarıqlı deyə bilərik. İndi ağıllıya keçdik. Ağıllıya nə yaza bilərik? Çox ağıllı, ən ağıllı, lap ağıllı. Düzdürmü? Bəli. Çox ağıllı yazıram bu səfər. Sonra Sonra gözəl. Göm gözəl. Çox olar, amma gözəl. ən gözəl, çox gözəl, lap gözəl, lap gözəl yazıram. Bəs xırda? Sonra tam xırda. Qıpxırda. Aysa çox xırda, ən xırda. Şirin. Bəs şirinə? Çox şirin. Ən şirin. Aysa Çox şirin. bəli, çox şirin. Şipşirin. Aysa şipşirin yazaq. Şipşirin daha yaxşıdır. Şipşirin. Şipşirin. Düzdür. Gəlik 4-ə. Verilmiş sifətləri cədvələ üzrə qruplaşdırın. Burada qruplaşdıraq da. Buradakı qırmızı yanaq azaltma dərəcə. Yaşıl sop azaltma dərəcə. Göyümtül azaltma dərəcə. Qıpqırmızı Gəl indi yavaş-yavaş çoxaltma yazaq da tələsməyək. Qırmızı yanağı deməli hara yazılır? azaltma dərəcəsi. Aha, qırmızı yanaq azaltma olsun. Sonra Yaşılov azaltma yaşıl sof da dərəcəsi. o da azaltma olsun. Aha. Göyümtül azaltma dərəcəsi. Aysa ımtıl imtül var. Göyümtül azaltmadır. Sonra Qıpqırmızı çoxaltma dərəcəsi. Aysa qıpqırmızı daha da çoxaldır. Ona görə çoxaltma dərəcəsi olacaq. Sonra soyuq təhər azaltma dərəcəsi. Bəli, soyuq təhər azaltmadır. Ala seyrək azaltma dərəcəsi. Bəli, ala seyrək azaltmadır. Ucaboy azaltma dərəcəsi. Uca boy deyirsən, yoxsa balaca bir şey demirsən axı. Çoxaltmadır məncə. Uca boy. Hə, çox. Sonra xoşbəxt çoxaltma dərəcəsi. Xoşbəxt adidir. Adi Adi. formada deyirsən. Hə.
Ha, şəkilçi yoxdur. Hı. Sonra şortəhər Azaltmadır. azaltma dərəcəsi. Sonra bozuntu azaltma dərəcəsi. Azaltmadır. Bəli. Körpəcə körpəcə adi Çoxaltmadır. dərəcə. Ha, çoxaltma. Körpə var, bir də var körpəcə. Sonra zilqara çoxaltma dərəcəsi. Ay sağ ol. Zil qara deyirsən. Kəmşirin azaltma dərəcəsi. Bəli, kəmşirin azaltma. Enli adi dərəcə. Ay sağ ol. Ağappaq çoxaltma dərəcəsi. Bəli. Sonra uzunsol isə azaltma dərəcəsi. Bəli. Sonra Ay nə oldu? keçid. Bəli. Sonra keçirik tapşırıq 5-ə. Hı. Dərəcələrə uyğun sözləri seçin. Hı -hı. Burada azaltma dərəcəsi dümdüz, göyümsül, Dümdüz sarımtıl. çoxaltmadır. Amma göyümsüzdür, sarımtıldır. Bunlar azaltma dərəcəsidir. Bunları seçdik. İndi çoxaltma dərəcəsinə uyğun sözləri seçməliyik. Burada dümqara bir də alababa. Yox, ala axı demişdik ki, azaltmaya aiddir. Tünd yaşılla düm qara. Dümqara. Bəli. Sonra Adi adi dərə dərəcədə güclü ilə çalışqan. bəli. Bəli, güclü ilə çalışqan adi dərəcə. Gəldik ikinci bölmə test 7-yə. Buyur. Ardıcıllıqla davam etdirin. Ardıcıllıqla Düm davam qara, etdirin. sapsarı. Hamısı çoxaltma dərəcəsidir. Deməli bizə bura çoxaltma dərəcəsi lazımdır. Bayaq yuxarıda da yadındadır, yazmışdıq çoxaltma dərəcəsinə. Körpəcə sözünü hara yazmışdıq? Çoxaltmaya yazmışdıq. Mən bura Demək, körpəzə burada gəlmişəm. çoxaltmadır, bəli. Sonra Uyğunluğu müəyyən edin. Oğlan əsəbindən qıpqırmızı qızardı. O qıpqırmızı. göyün Qıpqırmızı hansı dərəcə olacaq? Birə nə yazacağıq? bura nə yazılır? Birinci Qıpqırmızı birinciyə çoxaltma C olacaq, bəli. İkinci, o göyümtül parçadan don tikdi. Burada nə olacaq özü nədir? B variantı. Onda da bəli. üçüncü olacaq. Biz bulağın Göyümtül sərin azaltma dərəcəsidir. Doğrudur. 2-yə B gedəcək. biz 3-ə bulağın sərin suyundan içdik. Bulağın sərin suyundan. sərin, bəli. Necə sərin? Bu da olacaq A. 1-ə C, 2-yə B, 3-ə A. Yəni hansı variant oldu 2-yə? B B variantı. variantı. 3. Ayaz Ayaz azaltma dərəcəsindən olan Yox. sifətlərin Hansı qarşısındakı bənddə sifətin yazılışına səhvə yol vermişdi? Üçüncüyə baxaraq Yunus. hansı bənddə sifətin yazılışından səhv yol verilmişdir? Hı -hı. Məsələn, burada Dümdüz tünd düzdür. boz Kiçik yazılmalıdır. Tünd poz düz yazılıb. Defislə yazılmalıdır. Çox sürətli bəs treylə. stressiz yazılmalıdır. Amma alababat nə yazılmalı idi? Ayrı yazılmalı idi. Amma bu görürsən bitişdiribdir. 3'e uyğun olacaq D variantı. Sonra 4. Ayaz azaltma dərəcəsində olan sifətlərin qarşısındakı rəqəmləri toplasa cəmi nə qədər xal qazanar? Azaltma dərəcəsində olanları seçək əvvəlcə. Azaltma, Hı -hı. bozuntul, Aha, 6, bozumtulu seçdik. Sonra xırdaca, xırdaca axı daha da böyüdür. hə, bunda, Göyümsüz ola bilər məsələn. hə, açıq mavi, Ay, sağ ol. İndi gəl onları toplayaq. Ümumiyyətlə cazə şəkilçisi çoxaltma dərəcəsidir. Onu qaydaya qeyd edərik.
Aha, indi burada deməli toplayaq da onda 6 üstə gəl 3 9. 9-un da üstünə 4 gəlir. Axı bizə dedi ki, toplayın. Cavab elədi hansı variant? Doğru. 13. 13. Bəli. Buyur 5. Cümlələrdən birində adi dərəcədə olan sifət işlənmişdir. Hı -hı. Adi. Dağın ən hündür. Burada Yox, ən burası hündür olmaz. deyir. Bu səncə aidil ola bilər? Xeyr. Aysa çox artmadı. Tünd qəhvəyi deyir. Səncə bu aidi ola bilər? Xeyr. Aysa. Sonra burada alaçi deyir. Alaçi hansı dərəcədə idi? Azaltma. Aysa. Amma nadinc görsən bu Adi. adi dərəcədədir. Nadinc sadəcə. C Çəkilisi bənd. yoxdur. Bəli. 6. Hansı cümlədə sifətin yazılışında səhv yol verilmişdir? Hı -hı. Kəndimizdə olduqca güclü yağış yağdı. Firuzə açıq göy rəngli qiymətli qiymətli daşıdır. Daşdır. Daşdır, hə. Hı O -hı. bütün işlərini ala yarımçıq görmüşdü. Bu ev tünd qırmızı kərpiclərdən tikilmişdi. Ha, indi sifətin yazılışında səhvə yol verənləri seçməliyik. Məsələn, bax, açıq göy düz yazıbdı. B variantında defislə yazılıb, düzdür. Ala yarımçıq da defislə yazılır, o da düzdür. Tünd qırmızı da. Amma bir dənə aya bax, A-da olduqca güclü arasında defis yazıb. Yanlış yazıb axı. Biz dedik ən lap daha çox olduqca bu sözlərlə düzələndə ayrı yazılır, amma defissiz yazılır. Ona göre cevabımız A variantı olacak. Oldukça güclünün arasında defis olmamalıydı. Aynı oldu. Bəli. 7. Hansı sifətlərin yazılışı doğru deyil? Hı -hı. Bozuntul, bozuntul nədir? Defislə yazmalı. Müəllimə, Bəli. bozuntul nə? Defislə yazılmalı. Ha, hansı sifətlərin yazılışı doğru değil. Bozumtul düz yazılıb. Düzdür mü? Umtul, umtul, umtul şəkilçisi olur da. Bir doğrudur. Qapqara necə yazılmalıydı? Birləşik. Aysa ama görsən birləşik yazmayıbdı. Onda qapqara yanlışdı. Demək defislə. Sonra 3'ü götürdük yanlış. Bir de açıq Demək. göy defis olmalıydı. Arasında tire Hə, olmalıdır, yazılmayıbdı. Cevap olacak D variantı. evet. 8. Şeirdəki sifətlərdən hansı dərəcədə işlənmişdir? Bəzəmişəm otağı, hər yan gözəl, tərtəmiz. Stol üstə salınıb, yaraşıqlı süfrəmiz. Görürsən, tertemiz. Tertemiz hansı dərəcədəydi? Çoxaltma. Ay sağ ol. Deməli burada çoxaltma dərəcəsi var. Bir də var. Hər yan gözəl. Sadəcə gözəl sözü var. Adi. Ay, Adi ilə deməli son. adi və çoxaltma oldu. 8-ə uyğun oldu B variantı. Sonra Hansı cümlədəki sifət dərəcəsinə görə digərlərindən fərqlənir? hmm, ya sifətləri Yaxşı seçək əvvəlcə. Yaxşı oxusan çox yüksək. qiymət alacaqsan. Olduqca. Bunlar hamısı çoxaltmadır. Gömgöy çoxaltmadır. Amma bir də var qara buludlar. Görsənmi bu hansı dərəcədədir? Fərqlənir. Bəli. Adi dərəcə. Bəli. 10-cu. Sifətin çoxaltma dərəcəsini yaradan adətlər hansılardır? Hı -hı. Ən, Çoxaltma. lap, daha çox. Yadındadırmı? Daha çoxaldırıq. Məsələn, yaşıl təhər deyirdi, açıq yaşıl deyirdi, tutaq ki. Bunlar səndə çoxaltma ola bilər? Xeyr, bu azaltmadır. Ay, onda biz Yarasa. burada hansıları götürəcəyik çoxaltma, Yunus? Ən, lap, daha. Bəli. Cavabımız oldu ona C variantı.
1, 4, 5. 5. Buyur. 11. Məntiqi ardıcıllığı tamamlayın. Hı. Gülümsü Bunlar hamısı hansı dərəcədədir? azaltma. Ay, onda bizə azaltma lazımdır da, Yunus, məntiqi tapmaq istəyiriksə. Ala yarımçıq. Ay, sağ ol. Ala yarımçıq azaltmadır. Alası qapqaradır, tünd göydür, olduqca dadır. Bunlar hamısı çoxaltma dərəcəsidir. 12. Tüm Bayatının neçənci misraları qafiyə qafiyəl qafiyələnmişdir. Qafiyələnmişdir. Hı -hı. İgidin bir atdır. İgidin bir atıdır. Hə, igidin bir atıdır. Bir də təmiz zatıdır. Hı. Koroğluda qoçaqlıq. Qoçaqlıq onun ehtiyatıdır. Bax, qafiyələndən atıdır. Hə, Zatıdır. qafiyələnmədi. Yəni eyni olmalıdır. Oxşar olmalıdır sözlərimiz. Bax, fikir versin, atıdır, zatıdır. Hamısının sonunda ıdır, ıdır şəkilçisi var. Ehtiyatıdır. Demək, hansı sözlər qafiyələndi? Birinci, ikinci və dördüncü misramız. Düzdür? Bəli. Yəni 12-yə də uyğun oldu C variantı. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.